Salam əziz abituriyentlər, bugünkü mövzumuz eksogen qüvvələrin yaratdığı relyef formalar olacaq. Mən çalışacağım ki, eksogen qüvvələrin yaratdığı relyef formalarını qısaca da olsa, perimetr üsulla da olsa, yəni perimetr üsulla da olsa, mən bunu sizə başa salım. Çalışım ki, nəyəsə nail olum və çalışaq ki, siz də buradan nəsə öyrənə biləsiniz. Eksogen qüvvələrin yaratdığı relyef formalarını mən həm xəritədə bunlardan sizə istifadə edib göstərəcəyəm bəzi elementləri. Sonra dərslikdən bəzi şəkillər üstündə sizə qeydlər aparacağım və ən maraqlısı odur ki, bax əlimdə bir köhnə dəftər var. Bu dəftər 2013-cü ildə Əli adında oğlanın dəftəridir. O 700 bal toplayıb, amma onun təsəvvür edirsiniz, dəftəri baxın necə gözəl, səliqəli, bütün mövzular dəsti xətti ilə, öz gözəl xətti ilə yazıb, yaradıb. Yəni, bu dəftərdə məndə neçə illərdə qalıb, artıq 12-13 il keçməsinə baxmayaraq, nədir, adama ləzzət eləyir, yəni uşaqlar öz dəftərlərini belə səliqədə saxlayanda. İndi amma abituriyentlərimiz dəftər tutmağa belə əziyyət çəkirlər, güya ki, yazmağı, pozmağı, hətta xəttləri də belə olmur. Yəni, yerindən duran deyir ki, mən hazırlaşım, ali məktəbə gedim, amma əziz abituriyentlər, siz bilməlisiniz ki, yaza-yaza da öyrənirsiniz, onlara öz qeydlərinizi apara-apara öyrənirsiniz və onda bu daha maraqlı olur, həm də oxuyursunuz. Nə oxumaq istəyir uşaqlar indi, həqiqətən, nə də ki, yazmaq istəyirlər, elə istəyirlər ki, bir dəfəlik getsinlər ali məktəbdə otursunlar. Belə. İndi keçək dərsimizə. Eksogen qüvvələrin yaratdığı relyef formaları biz deyirik morfoskulpturlar adlanır. Morfoskulptur oldu eksogen qüvvələrin yaratdığı. Amma endogen qüvvələrin yaratdığı relyef formaları adlanır morfostrukturlar. Morfostrukturlar, yəni nəhəng relyef formalarıdır. Yəni eksogen qüvvələr nəhəng relyef formalarını yaradır. Biz keçmiş dərslərimizdə danışmışıq. Məsələn üçün Alp-Himalay geosinkronallığı haqqında yəqin ki bilirik və burada hər bir dağ və yaxud da ki orta okean dağ silsilələri boyunca yerləşən rift dərələri, ondan sonra orta okean dağ silsilələri, novlar, yəni novlar, ondan sonra Qovisvari adalar, bunlar hamısı nəhəng relyef formalardır və platformalar. Bunlar hamısı qırışıqlıqlarda yaranan nəhəng relyef formalardır və bunların üzərində əmələ gələn xarici qüvvələr isə morfostruktur relyef formalarını əmələ gətirirlər. Morfostruktur relyef formaları əslində təbiətdə aşınma, erozya, denudasiya və akumulyasiya proseslərini yaradırlar. Mütləq biz bütün bu relyef formaları ki var, xarici qüvvələrin yaratdığı relyef formaları, hamısı bütün bunların üstündə qurulur. Deməli, birinci baş verən proses aşınma olur, ikinci onun dalınca erozya prosesi gedir və denudasiya prosesi gedir və nəhayət akumulyasiya prosesi baş verir. Birinci biz danışaq aşınma haqqında. Aşınma suxurların parçalanması. Xarici qüvvələr nəticəsində suxurların parçalanması prosesinə deyilir aşınma. Və aşınmanın 3 növü var. Fiziki aşınma, kimyəvi aşınma, üzvü aşınma. Mən bu sxemdə göstərmişəm. Nədir? Üzvü fiziki aşınmanın olduğu enliklər və burada səbəb də göstərmişik. Deməli, fiziki aşınma 30-cu paralel tropiklər boyunca fiziki aşınma tropiklər boyunca baş verir. Yəni artıq tropik qurşağı hamımız bilirik. Səhraların üstü ilə gəlir demək olar ki. Ona görə də orada hansı aşınma baş verir?
fiziki aşınma baş verir. Fiziki aşınma. Yəni 30-cu paralel boyunca. Niyə görə 30-cu paralellər? Orada əsas səbəb quru iqlim, isti iqlimlə bağlıdır. Fiziki aşınma. Yəni səhralarda gündüz çox isti, gecə çox soyuq olur və orada böyük sutkalıq amplitudası yaranır və nəhayət orada suxurların daha sürətlə aşınması baş verir. Yəni yaranan o qum çınqıl yəqin ki, artıq fiziki aşınmanın nəticəsidir. Ona görə də fiziki aşınma deyəndə haralarda çox olur. Biz Şimali Afrikanı götürürük, Cənub-Qərbi Asiyada Ərəbistan tərəfi götürürük. Avstraliya ərazisini götürürük, fiziki aşınmanın çox olduğu. Bir sözlə səhraları, yəni Cənubi Amerikada Atakama səhrası tərəf əraziləri götürürük. Mərkəzi Asiya ərazilərini götürürük ki, burada çoxlu səhralar var və aşınmanın da fiziki aşınmanın olduğu ərazilər kimi qeyd edirik. Nəhayət, kimyəvi aşınma və üzvü aşınma, yəqin ki, bayaq qeyd edirik, üzvü və kimyəvi aşınma. Üzvü aşınma adından göründüyü kimi bitki və heyvan qalıqlarının çürüməsi və onların yaratdığı deməli aşınmalardır. Kimyəvi aşınma suyun iştirakı ilə baş verir. Ona görə də artıq öyrənmisiniz ki, ekvatorial qurşaqda həm təbiət çox rəngarəngdir, biosenoz orada çoxdur, üzvü aləm çoxdur, həm yağış çox düşür o ərazilərə, həm də istilik çoxdur. Ona görə də bitki heyvanların yaşayışı üçün çox böyük şərait var orada. Ona görə də həm mülayim qurşaqda, həm də ekvatorial qurşaqda həm kimyəvi, həm üzvü aşınma. Üzvü aşınma oldu bitki və heyvanların iştirakı ilə, kimyəvi aşınma oldu suyun iştirakı ilə. Ona görə də biz götürürük ekvatorial qurşağı, ekvatorial qurşaqda həm üzvü aşınma, həm kimyəvi aşınma su və üzvü aləmlə, yəni əlaqələndiririk bunu mən deməli. Bir də mülayim qurşaqda 60-cı paralel, 40-la 60-cı paralel arasında da mülayim qurşaqda üzvü həm cənubda o qədər ərazi yoxdur. Ona görə biz ən çox şimala daha meyl edərək orada göstəririk. Deməli və aşınmanın parçalama olduğunu bildik. Nəhayət deməli xarici qüvvələrin əmələ gətirdiyi relyef formalarından bir onlar haqqında söhbət açacağıq. Birinci, mən burada qeyd eləmişəm, çaylar. Çayların yaratdığı relyef formalarının ümumi adlandırırıq, səsləndirək. Kanyonlar, meandrlar, deltalar, gətirmə konusları, ondan sonra gətirmə konusları, terraslar, yarğanlar, qobular, şırımlar, bedlendlər kimi relyef formalarını misal çəkmək olar. Və biz Əlinin dəftərinə müraciət edək. Burada kanyonların əmələ gəlməsi. Kanyonların əmələ gəlməsi şərtləri, yəni deməli, biz bilirik ki, çaylar deməli, həm dağıdıcı, həm yaradıcı işlər görürlər. Çayların işi eroziya adlanır. Biz bayaqlar burada qeyd eləmişik. Çayların işi eroziya adlanır. Yəni aşınmadan sonra eroziya prosesi. Eroziya çayların dağıdıcı işi eroziya adlanır və çaylarda eroziya iki cür olur. Dib eroziya və yan eroziya. Deməli, dib eroziya adından göründüyü kimi çaylar sürətlə dağ çaylarında yaranır dib eroziya, amma düzənlik çaylarında isə yan eroziya baş verir və onların istər-istəməz həyatda, yer səthində müxtəlif relyef formaları əmələ gəlməsinə şahid oluruq. Və nəhayət, dib eroziyadan əmələ gələn relyef formalarından biri də, baxın, kanyonlardır. Biz burada kanyonları, baxın, deməli, kanyon şəklində relyef forması çəkmişik. Fikir verin, burada təbii ki, dağ çayı olmalıdır və dağ çayı sürətlə axdığı üçün o yumşaq suxurlara rast gələrsə, orada artıq dərin bir dərə yaradır ki, biz buna kanyon dedik. Kanyonlarında iki növü olur. V şəkilli
Bir də U şəkilli dərələr, yəni U şəkilli. Deməli, bərk suxullardan keçirsə çaylar, orada V şəkilli dərələr yaranır. Nisbətən gilli, yumşaq suxullardan keçəndə isə U şəkilli dərə. Yəni ki, sadəcə olaraq, yəni bu şəkildə əlavə etsək, U şəklində dərələr əmələ gəlir. Baxın, U şəklində dərələr əmələ gəlir. Bunun içərisində suyu da çəkdim ki, bilinsin. Bu da V şəkilli dərələrdir, kanyonlar. Baxın, uşaqlar. Deməli, bunlar dərinlik eroziyasının məhsulu kimi qeyd olunur. Və dünyada ən böyük kanyon Şimali Amerikada, ABŞ-da Colorado çayının kanyonudur. Onun dərinliyi 2 kilometrə çatır. Bəzən 1800 deyirlər, bəzən də 2 kilometr, yəni 2000 metr dərinlikdən axır kanyon. Amerika Birləşmiş Ştatlarında yerləşən kanyon. Bizim ölkəmizdə də Böyük Qafqazdan, Kiçik Qafqazdan axan çaylar belə tipli dərələr əmələ gətirir. Çaylarla bağlı digər relief formalarından biri də deməli, yarğanlar, qobular. Burada yarğan şəkli, baxın uşaqlar, yarğan şəkli göstərilir. Biz bunu şərtli işarələrdə də çəkmişik. Yarğanlar harda əmələ gəlir? Arid relief, arid iqlim qurşaqlar, arid iqlimi olan ərazilərdə. Arid sözü quraq deməkdir. Ona görə də arid ərazilərdə bu cür dərələr yaranır. Necə yaranır? Arid ərazilərdə yağışdan sonra, yağışlar yağanda biz onlara müvəqqəti axarlı çaylar deyirik. O çayların quruyan vaxtları arid dövründə quruyurlar və dərələri bax belə parçalamaya məruz qalırlar. Və burada bu da dərinlik eroziyasının məhsuludur. Amma zaman keçdikcə bu yarğanlar hamarlaşır. Yəni bu hissələr hamarlaşır və bu şəkilə düşür. Artıq yarğanın sonu biz qobu deyirik. Yarğanın sonu nədir? Qobudur. Və deməli, bu üçü, yarğan, qobu, bedlend də, yəni pis torpaqlar və əmələ gətirirlər bedlendlər. Bunların üçü də arid denudasiyon relief formalarıdır. Arid denudasiyon relief formalarıdır. Yəni, arid iqlimdə denudasiya gedir bunlarda. Yəni, suxullar bir yerdən başqa yerə baxın. Burada parçalandı, dağılıb düşür aşağılara. Yəni, bu proses gedir. Ona görə biz bunlara arid denudasiyon relief formaları deyirik. Respublikamızda arid denudasiyon relief formaları Abşeron Qobustanda, Acınavur Ceyran çöldə, Naxçıvan ərazisində nədir? Bu kimi relief formalarına rast gəlinir. Və nəhayət, çayların əmələ gətirdiyi relief formalarından biri də, mən baxın, Əli bunu bu şəkildə çəkib. Yarğan qobular şəklini, yarğanı bu şəkildə çəkibdir. Və çayların yaratdığı digər relief formalarından biri də meandr. Meandr ilan kimi qıvrılan deməkdir. Baxın bu şəkildə. Məsələn, Kür çayı Kür-Araz ovalığı ilə bax meandr tipli dərə yaradır. Yəni ki, necə baş verir bu? Düzənlik çaylarında sürət zəif olur. Ona görə də qabağına çıxan o bərk maneəni dəf eləyə bilmir. Qıvrılıb, yəni o bərk suxurun yanından qıvrılıb keçir. Çünki düzənlik çaylarında çayın sürəti və gücü zəif olur. Ona görə də bax bu cür relief forması əmələ gətirir. Bizim Kür çayımız və ya da baxaq, Amazon çayına baxaq uşaqlar. Amazon çayında fikir verin. Bax, bu cür dərə, qıvrıla gedən dərə nədir? Meandr tipli dərələrdir. Bütün düzənlik çaylarının, yəni ki, bu cür meandr tipli dərələri olur. Bizim Azərbaycan xəritəsində də onu çox aydın görmək olur. Yəni, düzənlik çayları üçün səciyyəvidir. Meandr tipli dərələr. Bu meandr tipli dərələrdir və nəhayət çayların əmələ gətirdiyi relief formalarından biri də terraslardır. Terras, baxın, bu şəkildədir. Terras, fikir versinizmi? Bu çayın, mən burada da çəkəcəyəm sizin üçün, bax bu şəkildə pilləkən kimi
Bunun içində su da çəkdim. Fikir verin uşaqlar. Bu da terrasdır. Yəni burada 2 dənə eroziya da gedir. Yəni həm dib eroziya gedir, baxın, həm də yan eroziya. Fikir versinizmi? Həm də yan eroziya. Dib eroziya gedir, həm də yana genişlənir və burada bir neçə dənə nə yaranır? Pilləkən yaranır. Buna terras deyirlər. Və terraslarda biz bayaqlar dedik kanyonda, ondan sonra yarğanda bunlar eroziya işi görür. Yəni akkumulyasiya yox, eroziya, denudasiya prosesi gedir. Və amma terraslarda əziz uşaqlar həm dib eroziya gedir, həm də yan eroziya gedir. Ona görə də biz bunların ikisi üçün ümumi cəhət kimi həm dib, həm yan eroziya gedir. Və bu dərələrə baxanda bu birinci dərə, üstdəki dərə qədim terrasdır. Amma çayın yanındakı, baxın, burada da göstərirəm. Məsələn üçün, çaya yaxın olan 1 yazaq, çaydan biraz yuxarıda 2 yazaq. Deməli, bunlardan hansı cavandır? Çaya yaxın olan cavan terrasdır. Amma biraz yuxarıda 2 qədim terrasdır. Verin. Belə. Və bunlarda yenə dediyimiz kimi həm dib, həm yan eroziya. Mənşələrinə görə də terraslar bölünür 2 yerə. Akkumulyativ və denudasiyon terraslar. Ona görə ki, biz orada dedik ki, qeyd elədik, hər iki cür terras, hər iki cür eroziya, denudasiya həm dib eroziya gedir, həm də yan eroziya gedir. Nəhayət çayların yaratdığı relyef formalarının biri də deltalardır. Deltalar, deməli, delta uşaqlar, delta çay, baxın, belə axır. Burada yuxarı axında onu kanyon yarada bilər. Biraz orta axında terraslar formalaşdıra biləcək. Nəhayət düzənlik içində meandr əmələ gəlir və düzənliklə axdığı üçün çay töküldüyü yerdə özü ilə suxurlar gətirir, alluvilər gətirir suxurlara, biz alluvi deyirik və orada toparlayır. Bax beləcə nə əmələ gətirir? Delta. Delta da Yunan hərfi D-yə oxşadığı üçün biz ona delta deyirik. Hesab edin, baxın, mən burada indi çəkirəm. Bir dəfə də siz baxın və onun töküldüyü yerdə çay, baxın, beləcə qollara ayrılır. Bax, bu yer çay üçün, elə bir ki, Volqa çayıdır bu, belə axdı Xəzər dənizinə və burada çay qollara bölündü. Və baxın, bu deltadır. Fikir verin, delta. Dünyada ən böyük delta Bengal çayının deltasıdır və burada baxın, bu delta burada görünür. Sahəsi hətta Azərbaycanın sahəsinə yaxındır. 80.000 kvadrat kilometr. Fikir verin, 80.000 kvadrat kilometr. Bu nədir? Deltadır. Məsələn üçün Kürün də deltası var. Baxın, Volqa çayının, baxın, burada deltası var. Burada Lena çayının, baxın, deltası var. Çay bax bu yerdə nədir? Qollara ayrılır. Bax belə bir formanı yaradan çaylardır. Bu da eksogen qüvvənin yaratdığı relyef formalarıdır. Nəhayət, bax burada da bu şəkili biz göstərmişik. Volqa çayının yaratdığı deltanı. Mən də burada belə çəkdim ki, daha qəşəng görünür də burada. Deməli, bir də çayların əmələ gətirdiyi relyef formalarından biri də gətirmə konuslarıdır. Gətirmə konusları da deltalarda bayaq dediyimiz çayların yaratdığı relyef formalarından fərqli olaraq akkumulyativ relyef formalı. Yəni burada da çöküntülər yığılır, akkumulyativ prosesi gedir. Gətirmə konuslarında da baxın uşaqlar, bax burada çay deməli gətirmə konuslarında əmələ gətirdiyi bax relyef formaları bu şəkildə olur. Çay dağdan ucu düzənliyə çıxanda sürəti zəifləyir və sürəti zəiflədikdən sonra bir qism suxurlarını düzənliyin bir hissəsində toparlayır. Buna deyirlər gətirmə konusları. Sonra çay öz yoluna davam edir. Axırda gəlib çaylar bilirlikdə ya göllərə tökülür, ya dənizlərə, okeanlara tökülür. Bu da gətirmə konuslarıdır. Deməli, ümumiləşdirib bir yekun qərar verək, çayların əmələ gətirdiyi relyef formaları oldu. Kanyonlar, yarğanlar, qobullar, gətirmə konusları, terraslar,
bedlendlər, şırımlar, hətta belə bir relief formasında əmələ gətirir çaylar ki, biz onu da bir qeyd eləyək. Onu çaylar dərsində daha geniş şəkildə deyəcəyik. Deməli, çay axımı boyunca qıf şəklində, deməli, töküldüyü yerdə baxın, estuari, buna nə deyirlər? Estuari deyirlər. Fikir verin, deltanın antonimidir. Burada qıf əmələ gəldi. Burada isə delta yarandı. Burada sıxırlar yoxdur. Yəni fikir verin. Bunlara estuari deyirlər. Bunun da prinsipləri, yəni səbəbləri fərqlidir. Qabarma, çəkilmə olmalıdır, cəryan keçməlidir yanına ya da dağ çayı olmalıdır. Məsələn, Amazon çayında çox qəşəng görünür. Düzdür, Amazon çayına həm deltalı çay, həm də estuarili çay kimi qeyd edilər. Burada fikir verirsiniz, qıf əmələ gəlib. Burada Ob çayına baxaq. Baxırsınızmı? Estuari fikir verin. Fikir verirsinizmi? Çay elə bir ki, dənəzi materikə doğru gəlir. Amma Lena çayında fikir verin. Lena çayında isə deltadır. Elə bir ki, okeana doğru gəlib. Burada materikə doğru gəlib bu boşluq, fikir verin, estuaridir bu. Amma burada delta isə elə bir okeana doğru çıxıb. Elə baxın, bu çayların yaratdığı yer səthində relief formalardır. Və nəhayət, çayların əmələ gətirdiyi relief formalarından astanalar və şəlalələrin də əmələ gəlməsinə biz baxa bilərik. Onlar da çaylar üzərində əmələ gəlir. Sonra buzlaqların yaratdığı relief formalarından danışmaq lazımdır. Buzlaqların yaratdığı relief formaları, burada şəkilləri var kitablarımızdan hamısında. Yəni, burada baxın, buzlaqların yaratdığı relief formalarıdır. Karlar, sirklər, təknəvari dərələr, morin tirələri, bax, morin təpəsi budur, morin tirəsi budur. Bu təpədir bir dənə, tiri olanda uzanıb gedir, fikir verin. Nəhayət, buzlaqların yaratdığı relief formalarına diqqətlə oxumalısınız. Onların dağıdıcı işi eksarasiya adlanır. Yaratdığı relief formalarına nə deyirlər? Morin relief formaları. Eksarasiya buzlaqların dağıdıcı işidir. Yaratdığı relief formaları isə morin relief formaları adlanır. Və 4-cü dövrdə, yəqin ki, bilirsiniz, Kaynazoyda deməli, buzlaşma olmuşdu. 4-cü dövrdə buzlaşma baş verib və buzlaşma Şimali Amerikanı və Avrasiyanın şimal hissələri, hətta o 40-cı paralelə qədər gəlibdir uşaqlar. Və ən çox da Avropada, yəni bunu müşahidə edirik və Şimali Amerikada. Və bunun izləri onun sahillərinin çox parçalanması ilə və burada görürsünüz buzlaq mənşəli çoxlu göllərin, Avropa tərəfdə də buzlaq mənşəli göllərin izləri qalıb ki, bu bir daha sübut edir ki, 4-cü dövrdə burada buzlaşma baş vermişdir. Və buzlaqların yaratdığı relief formaları bu materiklərdə və yaxud da ki, o qar xətti ilə bağlıdır və yaratdığı relief formalarında adını, yəni, yadımızdan çıxartmayaq. Troqlar, karlar, sirklər və təknəvari dərələr. Nəhayət, xarici qüvvələr kimi karst relief formalarının adını çəkmək olar. Karst relief formalarının yaratdığı relief formaları, mağaralar, karst qıfları, bir də sürüşmə hadisələrini də bununla əlaqələndirirlər. Əsas burada səbəb yeraltı sulardır. İkinci əsas səbəb həmin yeraltı suların kimyəvi suxulara rast gəlməsidir. Kimyəvi suxuları artıq bilirsiniz hansılardır. Ona görə də onları mütləq yadda saxlamalısınız. Və dünyada ən böyük mağara ABŞ-da Mamont-Filitford mağarasıdır və bu mağaranın uzunluğu 350 kilometrə çatır. Yəni, əziz uşaqlar, mağaralar və karst qıfları da deməli, yeraltı suların əmələ gətirdiyi relief formalarına aid edilir. Sürüşmə hadisələri biz keçən dəfə zəlzələlər dərsində qeyd eləmişdik ki, sürüşmələri intensivləşdirən səbəblərdən biri də zəlzələlərdir. Sürüşmələri intensivləşdirir, yəni sürətləndirir. Amma sürüşmələrin yaranmasının səbəbində yeraltı sular, 3 əsas səbəb götürürsünüz. Yeraltı sular,
Sonra altda gilli suxur, baxın burada qeyd eləmişik, onu qəşəng öyrənin. Altda gilli suxur və meyilliyin olması. Yəni istərseniz baxın bu şəkildə deməli sürüşmələrin əmələ gəlməsinin səbəblərini göstəririk. Yəni ki, burada bu yer var idi, sürüşdü, gəldi bax bu hissəyə. Deməli, sürüşmələr bilirsiniz ki, ola bilər ki, hardasa binalar tikilmiş olsun, sürüşmələr çox böyük ziyan verən hadisələrdəndir. Sürüşmələrin qarşısını almaq üçün drenaj kollektorlar vasitəsilə sular çəkilib kənara atılır. Və yaxud da ki, ikinci deməli onların qarşısını almaq üçün fitomelorasiya tədbirləridir ki, fitomelorasiya tədbirləri nə deməkdir? Fitomelorasiya ağac kol əkmək lazımdır ki, o sürüşmənin qarşısını alsın. Və nəhayət üçüncü bir variantımız da var. Betonlaşdırma işləri görülür. Sürüşmə baş verən zonalarda beton bəndlər tikirlər ki, o qarşısı alınsın. Nəhayət, xarici qüvvələrin yaratdığı relyef formalarından da bir abrazyon relyef formalarıdır ki, bunu dalğalar yaradır. Dalğaların yaratdığı relyef formaları, yəni okean sahillərində, dəniz sahillərində, su sahillərindədir. Bunlara misal göstərmək olar fiordlar, şxerlər, sonra deməli Dalmatiya tipli sahillər. Deməli fiordlar, şxerlər və Dalmatiya tipli sahillər. Deməli baxın, bu dünyada ən məşhur fiord Norveç sahillərindəki Sogni fiord nədir? Fiordudur. Yəni Sogni fiordunun adını çəkmək olar. Deməli, bunu da yadımızda saxla. Dalmatiya nə deməkdir? Dalmatiya sığallamaq, tumarlamaq mənasında işlədilir. Və nəhayət, eol relyef formaları. Eol relyef formaları küləyin işidir. Küləyin yaratdığı iş və onun yaratdığı relyef forması adlanır eol relyef formaları. Küləyin üfürmə işinə biz defiliasiya prosesi deyirik. Küləyin üfürmə işi nə adlanır? Defiliasiya. Və küləklərin yaratdığı relyef formalarına misal olaraq biz barxanları, duyunları, qum tirələrinin adını çəkə bilərik. Və burada kiçicik biz barxanın işarəsini çəkmişik. Aypara şəklində. Şərtli işarələrdə biz bunu öyrənmişik. Bir də duyunlardır. Bunların ikisində fərqli cəhətləri var. Yəni barxanların deməli külək bir istiqamətdən əsir, amma duyunlarda isə külək hər iki istiqamətdən əsir. Və duyunların hündürlüyü biraz çox olur. Hardasa biz burada qeyd eləmişik 200-300 metrə çatır, amma barxanların hündürlüyü isə 50-100 metrə çatır. Və ən çox haralarda baş verir? Təbii ki, səhralar olan yerlərdə. Biz bayaqları fiziki aşınmanın çox olduğu yerlərdə, Afrikanın şimalında, Ərəbistanda, burada Saxara səhrası, Liviya səhrası, Nubiya səhrası, Böyük Nefud, Kiçik Nefud səhraları, Dəşti Lut, Dəşti Kəbir kimi, Avstraliyada Viktoriya, Böyük Qumlu səhrası, burada Təkləməkan səhrası, Türkmənistan, Özbəkistan tərəfdə Qaraqum, Qızılqum səhraları, yəni bu səhraların adını çəkmək olar. Avropada bilirik ki, yeganə qitə kimi saymaq olar ki, orada Antarktidada bu səhralar var, amma bu tropik səhralar, qum səhralar Avropada təkcə yoxdur. Yəni bütün materiklərdə onu qeyd etmək olar ki, bax vardır. Bir də biz relyef formalarından, xarici qüvvələrin yaratdığı relyef formalarından, bir də antropogen relyef formalarının adını çəkmək olar. Bunlar insanların yaratdığı, yəni ki, relyef formalarıdır. Antropogen, yəni insanların yaratdığı relyef formaları haqqında danışmaq olar. Antropogen, yəni təbii ki, uşaqlar digər antropogen insanların yaratdığı relyef formalarıdır. Məsələn üçün, biz canlıların da yaratdığı, okeanlarda canlı orqanizmlər var. Bunlar mərcanlardır. Mərcanların yaratdığı relyef formalarına biz belə deyək də rift adaları deyirik. Onlar isti sularda əmələ gəlirlər və onlar atollar şəklində. Mərcan adaları baxın, adanın kənarında yığılan mərcanların hesabına əmələ gəlir və bu atol şəklini alır.
deməli, dünyada ən böyük mərcan adası Avstraliyanın şərqində böyük sədrefidir. Bu cür relyef formalarına deməli rast gəlmək olar. Məsələn üçün, burada Maldiv adaları mərcan mənşəli adadır. Burada Seyşel adaları mərcan mənşəli adalardır. Burada Mariana adalarının böyük sədrəfi də böyük Avstraliyanın şərqində James Cook'un o öz kitabında yazdığı böyük sədrəfi bax bu şəkildə buradan böyük şimaldan cənuba böyük məsafədə uzanmışdır. Və yəqin ki bayaqlar qeyd elədik, insanların yaratdığı relyef formalarından biri də trikonlardır. Trikonlar haqqında yəqin ki iqtisadiyyatda biz keçirik. Trikonlar nə deməkdir? Trikonlar mədən tullantılarının əmələ gələn təpələrdir. Şaxtaların özü ki, insanlar qoyurlar, qazır, hansısa bir faydalı qazıntını çıxartmaq üçün çökəkliklər yaranır ki, bax bunlar da nələrdir? Antropogen relyef formaları. Antropogen relyef formaları oldu şaxtalar. Ondan sonra trikonlar haqqında danışmaq olar. Deməli, qısaca biz eksogen qüvvələrin yaratdığı relyef formaları haqqında bunları qeyd edə bilərik. Nəhayət burada denudasiyanın tərifi də qeyd etmişik. Denudasiya haralarda olur? Yüksəkliklərdə, dağlarda olur. Akkumulyasiya düzənliklər üçün səciyyəvidir. Şahid dağlar haqqında burada qeyd eləmişik. Şahid dağlar qədim ərazilərdə olur. Yəni, ən çox Afrikada Əxaqqar, Tibesti, Darfur kimi şahid dağlarının adını çəkmək olar. Bir də Braziliyada şəkərbaşlar ya da kəlləqəndlər kimi formasında olan deməli, şahid dağlarının adını çəkmək olar. Bir də bu ərazidə Venezuela tərəfdə Tepuiler adında relyef formalarının adını çəkmək olar. Və Qazaxıstanda da Ustyurt platosu. Plato üstü, yəni qədim dağlarda zirvələri hamarlaşmış massivlərə deyilir. Əziz uşaqlar, qulaq asın, 2 dəfə, 3 dəfə qulaq asın. Əgər nəyəsə bir kömək eləyə bildimsə, çox yaxşı, çox sevinərəm.